Hər vaxtınız xeyir olsun əziz klassik musiqi sevərlər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Azərbaycan Televiziyası Mədəniyyət kanalının birgə layihəsi olan Akademik Sənət verilişində hər birinizi xoş gördük. Bugünkü verilişimiz dahi Müslüm Maqomayevin Şah İsmail operasına həsr olunub. Bəstəkar Müslüm Maqomayev Azərbaycan musiqi mədəniyyətində özünə məxsus yeri, imzası olan böyük sənətkardır. O, klassik musiqi ənənələrini, eyni zamanda xalq musiqisinin ruhunu birləşdirərək neçə əsərə səhnə həyatı yaşatdı. Bu əsərlərin hər birində xalqımızın qəhrəmanlıq ruhu, milli kimliyi yaşayır. Bəstəkarın Şah İsmail tamaşası Azərbaycanın monumental muğam operalarından biridir. Bu opera təkcə tarixi hadisələrin bədii təcəssümü deyil, milli özünü dərkin, azadlıq və sədaqət uğrunda mübarizənin simvoludur. Bəstəkar Şah İsmail obrazını yaratmaqla xalqın müdriklik ruhunu, milli qürurunu səhnəyə gətirdi. Əsər qəhrəmanlıq operası kimi tarixə düşdü. Üzeyir Hacıbəyli 1908-ci ildə Leyli və Məcnun operasını yazdı və ondan sonra bir neçə opera yazdı və operettaları yazandan sonra Zülfüqar Hacıbəyli Aşıq Qarib operasını yazdı və üçüncü bizim opera yazan bəstəkarımız Müslüm Maqomayev. Əslində Müslüm Maqomayev Üzeyir Hacıbəylinin bütün yaradıcılığında iştirak eləmişdi. Yəni Leyli və Məcnun operasında da və başqa operalarda, operettalarda iştirak eləmişdi. Hətta onlar çox yaxın idilər, həm də qohum idilər. Yəni iki bacını almışdılar, belə bacanaq idilər. Üzeyir Hacıbəylinin yaxşı bir fikri var o vaxtda. Deyir ki, mən nə eləyirəm, ondan sonra sən eləyirsən. Bir məclisdə demişdi zarafatla. Müslüm Maqomayev demək 1916-cı ildə başladı yazmağa Şah İsmail operasını. Çox maraqlı bir opera yazdı. Yəni o dövr üçün niyə? Burada sırf tam muğamdan istifadə eləmədi. Burada daha vokal, daha çox vokalla sintezə daha çox imkan yaratdı. Üzeyir bəyin qoyduğu ənənələr, çox riskli addımlar var idi ki, o dövr üçün. İndi bizim üçün bu tam təbii qəbul olunur. Amma o zaman üçün atdığı addımlar, muğamın akademik Avropa ənənələri ilə birləşdirilməsi, Azərbaycan xalq melodiyalarının, mahnılarının, rəqslərinin opera daxil olunub təqdim olunması böyük bir deyərdik, inqilaba səbəb oldu və Müslüm müəllim bu ənənələri də həm davam elədi, həm genişləndirdi və nə əlbəttə ki 1916-cı ildə yaranan bax Şah İsmail operası musiqi mədəniyyətini yeni bir pilləyə çıxartdı. Şah İsmail operasının librettası eyni adlı xalq dastanının motivləri əsasında qələmə alınıb. Yaradıcılığın bütün dövrlərində Müslüm Maqomayev əsərə dəfələrlə müraciət edərək yalnız bir qəhrəmanın deyil, bütöv bir xalqın ədalət və şərəf uğrunda mübarizəsini səhnədə canlandırmağa çalışıb. Şah İsmail operasına səhnə həyatı bəxş etmək Hüseynqulu Sarabskiyə nəsib oldu. Böyük sənətkar operanın həm səhnə rejissoru, həm də Şah İsmail obrazını səhnədə məharətlə canlandırdı. İlk gündən taleyi uğurlu olan Şah İsmail Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarında xüsusi yer tutdu. Və beləcə opera hər dəfə səhnəyə qaydanda tarix yenidən canlanır. Fərqli səslərdə, fərqli təqdimatlarda. Əsər yazılanda ilk dəfə ərəb-zərgi səhnəsi yox idi. Yəni bir gün bizim üçün çox vacib tamaşaya baxanda hamı ərəb-zərgi səhnəsini gözləyir, amma ilk dəfədən ərəb-zəngi səhnəsi yox idi və sonradan bu ərəb-zəngi səhnəsi yazıldı və ərəb-zəngi səhnəsi o qədər məşhur oldu ki, hətta
əsərin adını dəyişib Ərəbzəngi də qoymaq istədilər. 1927-ci ildə Həqiqət xanım Rızayeva Şah İsmaildə Ərəbzəngi obrazın o qədər marağına oynadı. Bunu saldılar ki, bir muğam ifadəsi də olsun orada. O səhnə sonunda bax bu günə qədər də Şah İsmail operasında çox vacib səhnələrdən biridir. Mən artıq 2006-cı ildən Şah İsmail rolunu ifaçısıyam, baş rolunu ifaçısıyam və əvvəllər bu rolda çox bizim görkəmli sənətkarlarımız çıxış edib, Baba Mahmudoğlu, Caner Əkbərov, Arif Babayev. Tamaşa mənə çox əzizdir. Şah İsmail operası bizə çətin, xanəndə üçün çətin operadır. Burada həm döyüş səhnələri var, həm sevgi səhnələri var. Çox maraqlı bir tamaşadır təbii ki. Mən də sevə-sevə ifa eləyirəm. Bu yaxınlarda da yenə bizim tamaşamız oldu. İnşallah düşünürəm ki, gənc nəsillərimizdən də bunu ifa eləyən artıq hazırlıqlar gedir. Bizim gənc nəsildən ifaçılarımız ifa eləyəcəklər. Şöhrətim başımın tacı, başımın tacı. Kırar mı bir kez kırar mı bir kez ehdi avacı. Amandır Şah Baba, amandır Şah Baba, kör etme beni, kör etme beni. Mən Müslüm Mağamayevin Şah İsmail operasında Gülzar obrazını ifa eləmişəm. Gülzar obrazı belə bir incə bir, yaraşıqlı bir qızdır. O bulaq başında öz sevgilisini görüb, belə təsadüfən vurulub, bilmirdi ki, o şahzadədir. Amma biləndən sonra daha da belə istədi ki, məhz onunla öz taleyini qursun. Baxmayaraq ki, onun atası onu başqa bir adama ərə vermək istəyirdi, onun nifrət etdiyi adama. Və sonra da hekayə belə qurulur ki, çox belə bir neçə əzabdan, əzabın öhdəsindən gəlirlər və axırda belə bir demək olar ki, xoşbəxt bir sonluğa gəlirlər. Gülzar obrazı, o da bir mürəkkəbliyi ondan ibarətdir ki, çox zil yazılıb, lirik koloratura səs üçün yazılıb, amma hər halda mənim səsimə uyğundur. İndiyə kimi onu ifa edirəm və ötəsindən gəlirəm.
Şah İsmayıl operasının musiqi dili zəngindir. Müslüm Maqomayev milli musiqi elementlərini Avropa operalarının motivləri ilə birləşdirərək yeni bir üslub yaradır. Qədim dastanların sehrindən, məhz doğulan Şah İsmayıl operası səhnədə sevginin, sədaqətin, azadlıq eşqinin saf, minillik yaddaşı ifadə edən bir operaya çevrilir. Balam, balam. Bəs şahlığım, bəs şöfkətim, bəs taxt və tac. Yox, gerek buna tapılsın əvvəl. Mən bu tamaşada əsas partiyalardan biri olan Aslan Şah obrazını ifa edirəm. Aslan Şah orada mürəkkəb bir xarakter daşıyır. Çünki xain vəzirin sözlərinə, hiləsinə uyaraq öz oğlunu ölümə belə göndərir ki, həmən taxta, taca yalnız özü hakimlik eləsin. Yəni heç kimi istəmir ki, ondan sonra davamçısı olsun. Aslan Şah obrazı mənim üçün çox dəyərlidir. Çünki bütün bariton səs ifaçılarının arzusudur ki, bu obrazı canlandırsın. Və mən bilirəm ki, illər keçəcək, biz yaşad olacağıq və gələcək nəsildə bu operada, bu ariyaları, bu partiyaları sevərək, istəyərək ifa edəcəklər. Operada dramatik hadisələr, saray münaqişələri, döyüş səhnələri, sevgi və sədaqət ecazkar musiqinin müşayiəti ilə daha təsirlidir. Qəhrəmanlıq dolu xoş səhnələri, orkestrin güclü və emosional partiturası, xalq ruhunu əks etdirən muğam parçaları əsəri bənzərsiz musiqi dastanına çevirir. Operanın hər pərdəsi xalqın azadlıq ideyasının təntənəsini ifadə edir. 100 ildən artıq bir tarixi olan bu opera indi də bizim repertuarımızdadır. İndi də insanlar tərəfindən sevilir. Və bunu Şah İsmayılı həm klassik opera nümunəsi kimi də təqdim edirik. Ariyalar ifa olunur, çox populyardır, ifaçılar tərəfindən sevilir. Eyni zamanda muğam ifaçılarının sevdiyi bir əsərdir. Ərəb Zəngi rolu, Şah İsmayıl rolu, digər rollar texniki böyük güc tələb eləyən, virtuozluq tələb eləyən, səs belə deyək, böyük tesiturası tələb eləyən bir əsərdir. Yəni hər ifaçı çıxıb, hər bariton çıxıb Aslan Şahı ifa eləyə bilməz. Hər xanəndə çıxıb Şah İsmayılı və Ərəb Zəngini ifa eləyə bilməz. Orada digər çox gözəl, önəmli rollar var, vəzir rolu var və digər başqa partiyalar var ki, həqiqətən həm gözəl səhnə ifaçılığı, mədəniyyət, musiqi və əlbəttə ki, vokal texnikası tələb edir. Musiqi təhsili görməyən, ancaq böyük istedada malik, çox gözəl zövqə malik, dünya görüşünə malik və xalqına, ölkəsinə bağlı olan bir bəstəkarın yaratdığı əsər indi də yaşayır. Müslüm Maqomayevin Şah İsmayıl operası bildiyimiz kimi uzun illərdir muğam operası kimi təqdim olunur və çox da bəyənilən, çox da tamaşaçı tərəfindən təqdirə layiq bilinən bir tamaşadır. Mən də bu tamaşada Ərəb Zəngi obrazında çıxış etmişəm və sevindirici hal buradadır ki, mən opera teatrına ilk dəfə elə məhz Ərəb Zəngi rolu üçün dəvət almışam. Qəhrəmanlığı, daha sonra şücaəti, cəsarəti özündə əks etdirir. Bu da biraz yenə də mənim emosional tərəfimlə üst-üstə düşdüyü üçün dəyərli rejissorumuz Hafiz Quliyevlə birgə çox gözəl məşqlərimiz sayəsində və İlxan Mansurovun təbii ki, böyük əməyi olub üzərimdə yaxşı bir belə deyək, çıxış ərsəyə gəlmişdi. Premyera tamaşamızdan sonra mən bu obraza, bu rolə daha da bağlandım. Demək olar ki, illərlə səhnədə Ərəb Zəngi kimi çıxış etmişəm. Bununla da fəxr edirəm. Tamaşaçının da Ərəb Zəngiyə xüsusi bir rəğbəti var. Bu da məni sevindirir və düşünürəm ki, illər keçsə də bu tamaşa yaşayacaq. Şah İsmayıl operası hər zaman çox ehtiyac duyulan tamaşalardan biri olacaq. Ərəb Zəngini də hər zaman mütləq ki, axtaracaqlar.
var. Ona görə də mən arzulayıram ki, bu tamaşanın ömrü uzun illər səhnəmizdə öz işıqlı ifaları ilə və gələcək nəsillərə ötürülsün, davam etsin. Bizim də tariximizdə bax belə əsərlər hər zaman öz aktuallığını saxlasınlar. Böyük Müslüm Maqomayevin Şah İsmail operası ədəbiyyatda, musiqidə, eyni zamanda səhnə sənətimizdə möhtəşəm təcəssüm taparaq xalq mədəniyyətimizin incilərindən birinə çevrildi. Əsərin qəhrəmanları Şah İsmail və Gülzar qovuşmaq uğrunda böyük mübarizələrdən keçərək onların qarşısına çıxan maneləri dəf etdilər. Şah İsmail xalq qəhrəmanlığını, igidliyi və vətən sevgisini tərənnüm edən möhtəşəm sənət əsəridir. Əsər həm musiqi, həm də dramaturgiya baxımından Azərbaycan professional operasının inkişafında mühüm mərhələdir. Operada cəsarət, xalqa olan sevgi, ədalət uğrunda mübarizə, ifaçıların səsi, musiqinin dili və gücü ilə səhnədə əbədiləşir. Bu operanın yaranması da Azərbaycan ifaçılıq səhnəsində və opera sənətinin də xüsusi bir yer oldu və bugün də o özünün həmin yerini, statusunu saxlayır. Şah İsmaili dijorluq eləmək də çox çətindir. Niyə? Çünki Şah İsmail eləmək üçün sən muğamı gözəl bilməlisən. Sən muğam kadanslarını gözəl bilməlisən, xanəndələrin ifa tərzini gözəl bilməlisən və əlbəttə ki, eyni zamanda klassik operanın qoyduğu ənənələri gözəl bilməlisən, vokalın tələbatlarını gözəl bilməlisən. Biz əlimizdən gələni eləyəcəyik ki, bizim repertuarımızda Şah İsmail ən gözəl şəkildə, ən gözəl səviyyədə təqdim olunsun. Çünki muğam operalarımız var. Vaxtilə çox yazılıb. Onlardan bir neçəsi indiyənə qədər gəlib çıxıb bizə. Biz indi çalışacağıq ki, əlbəttə ki, Üzeyir bəyin də Müslüm müəllimin nadir hallarda ifa olunan əsərlərini səhnəyə geri qaytarır. Bunun üzərində iş gedir. Amma Şah İsmail əlbəttə ki, mən hesab edirəm ki, Müslüm müəllimin şah əsərlərindən biridir. Şah İsmail operası yalnız qəhrəmanlıq dastanı deyil. Milli ruhumuzun, milli qürurumuzun ifalarla, melodiyalarla səhnədə ucaldılan sənət abidəsidir. İllər ötəcək, Müslüm Maqomayevin bu əsəri hər dəfə səhnədə canlananda tamaşaçı qəlbində əbədi taxt quracaq. Xalqımızın qəhrəmanlıq, sevgi və azadlıq ruhu Şah İsmailin səsində Zəfər simfoniyası kimi zirvəyə ucalacaq. Böyük Müslüm Maqomayevin Şah İsmail operası bugün də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarındadır. Əminik ki, illər keçsə də məhz bu opera bir musiqi incisi olaraq milli dəyərlərimizə məhz bünövrəsindən olan bu opera nəsildən nəslə sağlam şəkildə ötürüləcək. Yaşasın Azərbaycan musiqisi, yaşasın Azərbaycan mədəniyyəti.